Goranboyda bıçaqlanma hadisəsi olub, qonşular arasında düşən mübahisə qanla bitib. Hadisəyə səbəb nə olub, əməkdaşımız İlham Məmmədovun süjetini biləcəksiniz. Hələ kürəyindən bıçaqlandığını biz bilmirdik. Həkim operasiya eləyəndən sonra dedi ki, bunu arxadan da vurublar, ağciyarın üstündən. Hadisə rayonun Azad kəndində qeydə alınıb. 29 yaşlı Adil Məmmədov və onun qohumu 31 yaşlı Vüsal İsmailov bıçaqlanıb. Məlum olub ki, hadisəni adı çəkilən şəxslərin öz qonşuları 22 yaşlı İlkin Cəfərov törədib. Qonşular söz mübahisəsinə aydınlıq gətirmək üçün gecə saatlarında sakinlərin az olduğu əraziyə, mənim durduğum kəndin meydançasına gəliblər. Söz mübahisəsi sonradan əlbəyə nəticədə isə bıçaqlanma ilə bitib. Bıçaqlanan Adil Məmmədovun atası Ceyhun Məmmədov deyir ki, hadisədən əvvəl oğlu evdə olub və onu evdən İlkin çıxarıb. Çıxdım ki, oğlum burada oturub telefondan oynayır. Dedim, yaxşı keçərə getmə. Özü də Kəlbəcərdə işləyir. Ayın 15-i işə çıxartıydı, bir də 30'u gəlir. 3 günə çıxırdı. Təzədən evdə nəvələrimə başım qaçdı. Bir də gördüm, çəkük, uşaq dərvazdan içəri yıxıldı. Ay, nə olub, mənə bıçaqladılar. Kim bıçaqladı İlkin? Onun Xoyluda gedən dostu var, güya bu onun dalınca danışıb. Güya onlar ikisi birləşib gəlib bura, bunu çağırıblar ora stadiona. Sən nə danışırsan, nə deyirsən, bu da demək ki, kişinin dalında danışmaz. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Goranboy rayon sakini 22 yaşlı İlkin Cəfərov saxlanılıb, hazırda araşdırmalar davam etdirilir. Məmmədov, Fidan Səfər, Spice xəbər, Goranboy.